Atatürk'ü bəlkə də deyək, məsəl üçün, çox istəyən insanlar arasında bir də mənəm. Bunu sadəcə olaraq belə istəmirəm. Burada iki motiv var. Bir, Türk millətinin böyük oğlu, qəhrəmanı olduğu üçündür. İkinci motiv isə, əzlərim, Atatürk'ü və onun fəaliyyətini öyrənəndə biz özümüzün böyüyünü tanıyırıq. Bu insanlar belədir, hamımız eləyik. Belə bu hadisə təqribən mənim başıma, yəni fikrim hardan gəldi? Universitetdə oxuyanda biz o zaman kitablar çap olunurdu. Napolyon haqqında, Rus dilində, Churchill haqqında, Stalin haqqında. Bunu oxuyurduq və həmişə də söhbətimiz bundan gedirdi. Churchill belə eləyibdi, Napolyon belə eləyibdi, Francis belə eləyibdi. Mən fikir beynimə gəldi ki, biz nəyi biliriksə daha çox ondan danışırıqsa, elə birinci özümüzü bilək, ondan danışırıq. Və bizim də, deyək, Türk dünyasında və İslam dünyasında biz də bu əhaliyi burada yanaşırıq və onu bilməliyik. Mən də oradan da o tələbələrimizdən, yoldaşlarımızla uzun müddət söhbətlərdən sonra məsələ aydın oldu ki, biz diqqətlə öyrənəndə, biz həmin vaxt misal gedirdi, məsələn, mübahisə belə gedirdik. Atatürk belə də 20-ci əsrdə elə bir şəxsdir. Ancaq Stalin böyükdür, Lenin böyükdür. Sən deyək ki, söhbətini deyərsin, Leninlə heç Atatürk'ü yana qoymaq olmaz. Lenin lap böyükdür, ya inqilab eləyib, dünyanı dəyişdirib, falan eləyib. Sonra biz öyrəndik ki, yox, Atatürk tamam başqa bir dahidir. Lenin, Stalin, Francis sadəcə olaraq təbliğatın nəticəsində bizim gözümüzdə böyüdülüb, beynimizə yerləşdirilib. Bizdə belə deyirlər ki, millətimizin içində bir dənə adam çıxmışdı, Bağırov, o da xain çıxdı. Stalin dahidir, Gürcü milləti, bax, Stalin kimi adam yetişdirir. Bizim millət heç kimi yetişdirə bilmir. Biz də deyəndə ki, ara sırada indi biraz bilən, başa düşən adamlar dedi ki, Məhəmməd Əmin Rəsulzadə bəs. Məhəmməd Əmin Rəsulzadəni kimdir tanıyanaq? Stalin də dünyada tanınmış, General Simus falan, belə şeylər. Bax, bu cür, belə bir iradə yaranırdı ki, Türk milləti özü böyüklər, dahilər yetişdirə bilməz. Dünya dahisi yetişdirə bilməz. Deyək ki, biz də indi gördük, oradan gücümüz çatmır, əlbəttə, gəlirdik, çıxırdıq ki, Nizami Şotar Ustavelidən böyükdür, Xaqani Şotar Ustavelidən böyükdür, Üzeyir bəy bütün Gürcüstan və Ermənistan bəstəkarlarından böyükdür və bundan da biz özümüzü, millət özünü böyük dahilərinə dayayaraq milli qürurunun məhv olmasına qarşı mübarizə aparırdı. Və bizi beləliklə sınıq, əzgin, orta əsr feodal geriliyində qalan müsəlman xalqı, Türk milləti deyə gözə çatırdı və bizim özümüz də buna az qalır, hamımız təslim olurdu. Sonradan bunları öyrəndən sonra gördük ki, biz həyata yanlış bir baxışla baxırıq, düşmən qüvvətlidir, düşmən özünün, deyək ki, adamlarını bizdən daha çox təbliğ eləyir. Sonra nəticəyə nəyə gəldik? Hüseyin Cavidin bir fikri vardı. Onu məsələn tapdıq, çıxartdıq tələbələrin, yoldaşlarımızın arasında ki, nədən belə olur ki, İskəndər də fatihdir, Napolyon da fatihdir, Francis da fatihdir. Bunlar mədəni və böyük sayılır. Çingiz xan da fatihdir, Teymur da fatihdir, ancaq bunlar vəhşi sayılır. Niyə? Niyə sizin fatihləriniz, əzizim, böyük, dahi, istedad sayılır? Amma bizim fatihlərimiz isə belə də baş kəsən, quldur və s. Bax, bilirsiniz, bu cür fikirlər dəyişəndən sonra biz gördük ki, öyrəndik də, tariximizi öyrəndik, sonra gördük ki, bizim dahilərimiz xüsusi bəşəriyyətin nəinki dahiləri. Öyrəndikcə bizim gözümüz açıldı və gördük ki, yox, biz böyük dahilərin varisləriyik və biz fəxr etməyə haqqımız var. Biz dünyanın böyük dahilərinin qarşısına öz dahilərimizi çıxartmaqla biz qalib səviyyəsindəyik, məğlub səviyyəsində deyilik. Sonra biraz dərindən öyrəndik. Mən sizə deyim, sən deyək ki, doğrudan Çingiz xanı nə cür deyirdilər? Bizə təbliğ edirdilər. Çingiz xan işğalçıdır, dağıdıcıdır. Hətta
Hətta bizim tarix kitabına bir bəndi də salmışdılar. Apardı tatar məni, qul edib satar məni. Bunu da salmışlar. Yəni tatarlar bizi aziblər, satıblar filan filan. Mən bunu tarixçi yoldaşlarıma izah edə bilmirdim ki, siz bunu yazmayın, düz eləmirsiniz. Cingiz dahidir. Nəhayət nəticə nə oldu? Baxın, dünyada bu il və keçən ildə sorğular keçirildi. 2-ci minilliyin ən böyük dahisi Cingiz xan oldu, böyük sərkərdəsi. Və bu sonda da keçirilən sorğuda, bu sonuncu yüzilliyin ən böyük şəxsiyyəti Mustafa Kemal Atatürk oldu. Çünki vaxtı ilə bizi söyən Avropa, bizi saldan aşağılaşdıran, özümüzü özümüzdə kölə eləyən, psixologiyamızı əzən Avropa götürdü, özü ilə qəbul elədi. Biz orada iştirak eləmədik. İnanın orada müsəlman ölkələr iştirak eləmədi. Özləri Avropanın özü sorğusunu keçirdi, götürdü, çıxartdı. Cingiz xan 2-ci minilliyin ən böyük sərkərdəsidir, sonuncu yüzilliyində Mustafa Kemal. Və bu, məsəl üçün deyək ki, bizim üçün bir fəxr, bizim uşaqlarımız, bizim nəsillərimiz bunları bilməsələr, sınıq, gözü qıpıq olacaqdır. Biz öz tariximizi oradan gələrək, oradan deyək, başlayaraq bilməliyik. Mən hələ bir neçə dəfə bu məsələni dedim, sonra gördüm, biraz indi hələ bu dünya siyasi dünyadır da, birbaşa gedir siyasi və başqa. Elmi dünya məsələsinə baxacaqsınız, elmi dünya məsələsinə. Mən Farabini deyirdim həmişə. Bəhmənyarın çox qəribə bir cəhəti var. Təxəllüsündə axırda yazır, Bəhmənyar İbn Mərzban filan, Azərbaycani, Azərbaycanlı Bəhmənyar. Farabidə isə yazır, Məhəmməd, öz adı Məhəmməddir, Məhəmməd İbn Tarxan, İbn Fulan, İbn Uzluq, Farabi əl-Türki, Türk Farabi. Bu bütöv, onu saxlayıb və Türkəm. Yəni, bu cür adamı bilməmək, bu cür adamı yaxın durmamaq, bu cür öyrənməmək bizim aramızda biz özümüzü tanımayacağıq. Bizim qanımız nəyə sahibdir, bizim genimiz nə ilə bağlıdır, biz hansı qüdrətin insanlarıyıq ona bilməyəcək və inam yaranmayacaq. Ona görə də Mustafa Kemal Atatürk bəşərin çox nəhəng dahisidir. Sözsüz ha. Mustafa Kemal 3-cü dünya deyilən ölkələrin dahisidir. Bir vardı kapitalist sistemi, bir də çıxdı sosialist sistemi. Mustafa Kemal ortaya çıxdı dedi, biz bununla da getməyəcəyik, bununla da getməyəcəyik. Nə komünist sistemi bizim üçündür, nə kapitalist sistemi bizim üçündür. Bizim öz sistemimiz olmalıdır. Biz öz iradəmizi ortaya qoyuruq. Və bunun bu iradəsi ilə sonra bütün 3-cü dünya ölkələrinin hamısı Mustafa Kemal'ın yolu ilə getdilər. Misirdə hərbi inqilabda Mustafa Kemal'ınki idi, hətta Pinoketə qədər, hətta Çiliyə qədər. Xalqın müstəqilliyi birincidir, o həll edəcəkdir. Bir dənə əfəndi vardır, o da millətdir. Bir dənə əfəndi var, hamıdan böyük, o da millətdir. Onun üstünə gedəcək. Bunu getdilər. Və bütün milli azadlıq hərəkatları Mustafa Kemal Atatürk'ün cızdığı planla, proqramla getdi. Və bununla siz təsəvvür edin ki, yüzlərlə ölkə İngilis ağalığından xilas oldu. Bütün ərəb ölkələri Hindistandan tutmuş hər yerə qədər. İngilis ağalığından xilas oldu. Bununla bütün Cənubi Afrikada Amerika köləliyindən və yaxud İspan köləliyindən xilas oldular. Bununla bütün Afrika xalqları tamamilə Avropanın köləliyindən xilas oldular. Bu sistem Mustafa Kemal Atatürk'ün sistemidir. Mustafa Kemal Atatürk əzilən millətlərin, bu yəni dünyanın gətirib çıxartdığı kapitalist, sosialist, imperial sistemlərinin altında əzilən bütün millətlərin ideologiyasına, məfkurəsinə çevrildi. Kemalizmi bir ideologiyadır, əzizlərim. Bir ideologiyadır. Bu bir ideologiyadır, kapitalist üsuluna qarşıdır. Bu bir ideologiyadır, komünizmə qarşı ideologiyadır. Yeni və əzilən xalqların ideologiyasıdır. Bunu mənimsəyəcəyik və bunu biz dünya göstərəcəyik. Biz bunu Mustafa Kemal Atatürk eləyib. Bu ölçülməz, sıraya sığılmaz bir dahidir. Ona görə də çox sağ olun ki, yadımızda saldıq. Ona bir daha rəhmətlər
diləyirik. Və Mustafa Kemal Atatürk'ü yad etməklə də eyni zamanda biz əlbəttə Mustafa Kemal'ın özünün fikrinə görə ki, mənim atam Rıza bəydir, amma mənim mənəvi atam, mənim o sümümdəki iliklərim Ziya Göyalpındır. Ziya Göyalp isə türkçülüyü bir sistem halına gətirəndə deyib ki, türkçülüyü Rusiyada olan türkçülər gətiriblər. Onların içərisində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, İsmail bəy Kaspralı, Zəki Vəlidi Toğan və s. Zəki Vəlidi Toğan bir qədər o vaxtında eyni vaxtdaydı. Ancaq ümumiyyətlə türkçülüyü əsas o ideoloji kimin, məfkurə kimin yaranmasında Kaspralıdan başlayır. Sonra isə onun ağırlığını götürür Qazan türklərindən, Yusuf Akçuralar. Burada isə bunu götürübdür Azərbaycan. Azərbaycanda bunu daha çox geniş edir. Əli bəy Hüseynzadə dediyimiz kimi Əhməd Ağaoğludur, Məhəmməd Əmin Rəsulzadədir. Məhəmməd Əmin Rəsulzadə bu türkçülüyün ilkin olaraq Azərbaycanda həyata keçirənidir. Yəni bayrağımızı birinci o türkçülük rəmzini qoyan budur. O ideyanı rəmzləşdirən, formalaşdıran adam. Bunların Allah hamısına rəhmət eləsin. Allah gələcək nəsillərimizə böyük uğurlar versin.